Verilmiş cümlədə feillər hansı qrammatik məna növündə işlənib? Binanın qabağında toplaşan adamlar ancaq gecə yarı dağıldılar. Toplaşan birgəlik növdür, dağıldılar məlum növdür. Cavab olur Y variantı. Keçmiş zamanda olan feil işlənməyən cümləni müəyyən edin. A bəndi. Gördüyümüz iş haqqında yuxarılara məlumat göndərdik. Nə etdik? Keçmiş zamandadır. Mən həmin gecə səhərəcən fikirdən yata bilməmişdim. Nə etməmiş idim? Nəqli keçmiş zamandadır. Şah qocaldıqda hakimiyyəti öz bacısı oğluna vermişdi. Nə etmişdi? Yenə hakimiyyəti vermək, nəqli keçmiş zaman. Onlar gecə vaxtı küçədə dağın qabağını kəsməzdilər. Nə etməzdilər? Baxın, qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zaman. Evi təmizləyib, pəncərələri bağlayıb, zibilləri səyətə atıb. Hamısı nəqli keçmiş zamandır. Təmizləyib, bağlayıb, atıb. Nəqli keçmiş zamandır. Bizdən şərtdə deyir ki, keçmiş zamanda olan feil işlənməyən nümunə cavab olur D. Cömert sözünün fonetik təhlillə bağlı yanlış fikri müəyyən edin. Uzun tələffüz olunan saat işlənib, bəli, co uzanır. Ancaq cingiti samitlər iştirak edib. Xeyr. D kim tələffüz olunur? Hər iki heca samitlə başlayır. Co, mərd, düzdür. Samitlərdən ikisinin qarşılığı yoxdur. M və R-nın yoxdur, düzdür. Həm qalın, həm də incə saat var. O, doğrudur. Deməli, səhv fikir istədiyinə görə cavab olacaq. Ancaq cingili samitlər yox. Kar samit də işlənib. Cədvəldəki uyğun nümunələri müəyyən edin. Ancaq sifət kimi işlənə bilir, ancaq zərf kimi işlənə bilir, həm zərf, həm sifət kimi işlənə bilir. Ancaq sifət kimi işlənə bilir, qəhvəyi sözü, cəhd sözü həm sifət, həm zərf kimi işlənə bilir. Buradan ikini çıxırıq. Orta cərgə. Ancaq zərf kimi işlənə bilir. Aşağı sözü ancaq yer zərfi kimi işlənir. İti sözü həm sifət, həm zərf kimi işlənir. Həm zərf, həm sifət kimi işlənə bilir. Ucaboy sözü sifət kimi işlənir. Gözəl sözü həm zərf, həm də sifət kimi işlənə bilir. Buradan da 5'i çıxır. Cavab olur 1, 3, 6 A variantı. Uyğunluğu müəyyən edin. Ki sözü bağlayıcı kimi işlənib, ki sözü ədat kimi işlənib. Elə danışırsan ki, inanmıram. Elə danışırsan ki, bağlayıcı kimidir burada. Ki burada bağlayıcı. Heç görmüsən ki, nəyi? Ki burada bağlayıcı. Ev ki işıqlı olmadı, ev ki burada ki ədat. Aynur ki sənin dilini yaxşı bilir, ədat. Xəbərdarlıq etdim ki, nəyi? Bağlayıcı. 1 A, B-yə, 2 C-D, cavab olur C. Hansı cümlədə eyni köklü sözlər işlənmişdi? Bağban bağa girəndə güllərin çəyasdığını gördü. Bax, bağbanla bağa eyni köklü deyil, çünki bu sadədir. Getdikcə sıxlaşan insanların içində sıxılmağa başlamışdım. Sıxlaşanla sıxılmaq. Bunlar eyni kök deyil. Niyə? Çünki biri feildən düzəlib, ıl. Digəri isə sifətdən düzəlib. Şəkilçilərə görə bunları eyni köklü saymırıq. Mənim üçün tikdiyin güllü paltar çox gülünc görünür. Burada varmı? Güllü, gülünc. Yəni bunların kökləri eyni köklü deyil. Yəni çünki güllü isimdən düzəlib, gülünc feildən düzəlib. Yaddaşını itirdi. Bu itki hamımız üçün böyük zərbə oldu. Yaddaşını itirdi bu itki. İtməkdən itirmək feildən düzəlib, itməkdən itki feildən düzəlib. Bunlar eyni köklüdür. Axşam evə gələndə qızıma evcik, oğluma maşın aldım. Bu nümunədə bir-birindən eyni köklü. Məsələn, evə sadədir, evcik düzəltmədir. Bunlar eyni köklü deyil. Cavab olur D. İtirdi ilə itki sözü, yəni bu nümunədə eyni köklü söz kimi işlənib. Amonim kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. A bəndi yad, qapı, qan. Qapı sözü amonim kimi işlənə bilmir. Yadla qan işlənə bilir. Ud, daş, qızıl. Ud işlənə bilir, daş işlənə bilir, qızıl işlənə bilmir amonim kimi. Sarı, dəniz, iş, bunlar işlənə bilmir. Bel, göz, inci. Göz sözü amonim kimi işlənə bilmir. Ləpə, en, əqrəb, bütün sözlər, hər üçü amonim kimi işlənə bilir. Cavab olur Y. Cədvəldəki düzgün nümunələri müəyyən edin. Yalnız mənsubiyyət şəhidsi qəbul etdikdə son saytə düşən sözlər, həm hal, həm mənsubiyyət şəhidsi qəbul etdikdə son saytə düşən sözlər. Bunlar milli mənşəli sözlərdir, bunlar alınma sözlər. Milli mənşəli sözlər daha çox bədən özləri olacaq.
Məsələn, çiyinlə alın. Yalnız mənsubiyyət şəxsi qəbul etdi, son saytı düşür. 1-3 saxlayırsınız, yerdə qalanları çıxırsınız. Həm hal həm mənsubiyyət şəxsi qəbul etdi, son saytı düşürsə, burada da meyil sözünü götürüb, bunları da çıxırıq. Çünki ovucla oğul yalnız mənsubiyyətdə düşür. Fikir həm hal həm mənsubiyyətdə. Buradan da bunu çıxır. Cavab olur 1, 3, 4, B variantı. Hansı cümlədə qeyri-müəyyən əvəzlik işlənmişdir? Artıq ona heç kim kömək edə bilməz, gələ bilməz. Heç kim qeyri-müəyyən əvəzlik. Kimsəni çağırma, tək başına bacara bilərəm. Kimsə qeyri-müəyyən əvəzlik. Özümlə kimi aparacağıma qərar verməmişəm. Təyin əvəzliyi, sual əvəzliyi. Sən nə danışdığını bilirsən ki, şəxs əvəzliyi, sual əvəzliyi. Qeyri-müəyyən əvəzliyi işlənmiş cümlələr 1, 2, cavab olur B. Bütün cümlə özlərinin işləndiyi cümləni müəyyən edin. Molla yeriyə uzun əbasının düymələrini açdı. Nə etdi? Açdı. Kim? Molla. Nə açdı? Əbasının düymələrini. Hansı əbasını? Necə əbasını? Uzun. Nə tərz açdı? Yeriyə. Fikirsiz mübtəda var, xəbər var, təyin var, tamamlıq var, zərflik var. Bütün cümlə özləri bu nümunədə işlənir. Cavab olacaq A variantı. Digər bəndlərə baxaq. Səlimin bu gəlişinin məqsədi heç kimə aydın olmadı. Aydın olmadı. Nə? Səlimin bu gəlişinin məqsədi. Kimə? Heç kimə. Burada təyinlə zərflik yoxdur. Dəhlizdən keçib lazım otağın qapısı ağzında dayandı. Nə etdi? Dayandı. Harada dayandı? Otağın qapısı ağzında. Hansı otağın lazımı? Nə tərzdə? Dəhlizdən keçərik. Bu cümlədə nə yoxdur? Mübtəda yoxdur, tamamlıq yoxdur. Kişi qovluqları kənara itələyib qolu ilə şüşənin tozunu sildi. Nə etdi? Sildi. Kim sildi? Kişi. Nəyi sildi? Şüşənin tozunu. Nə tərzdə? Qolu ilə sildi. Bir də qovluqları kənara itələyərək. Bu cümlədə nə yoxdur? Bu cümlədə təyin yoxdur. Arif heç nə soruşmadan kağızı əlinə götürüb içəriyə keçdi. Keçdi. Kim? Arif. Heç nə soruşmadan kağızı əlinə götürüb. Heç nə soruşmadan kağızı əlinə götürür və içəriyə keçir. Yəni bu cümlədə də təyinlə tamamlıq yoxdur. Yəni bütün cümlə özləri A bəndindədir. Cavab oldu A. Conun tapıldıqdan sonra danışmamasının səbəbi nə ilə izah oluna bilər? Ümumiyyətlə 3 yaşında itib 6 yaşında tapılıb. Demək ki, danışmağa meyilli olan illərdə insanlarla ünsiyyətdən uzaq qalıb. Düzdürmü? Buna da ən uyğun cavab insanlarla ünsiyyətdən uzun müddət uzaq qalması ilə cavab olacaq C. Mətnlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Faktdır, ehtimaldır. Gəlin görək, verilənlərdən hansı faktdır, hansı ehtimaldır. John Molly tərəfindən meşədən tapılarkən 6 yaşı var idi. Bax, fikirin, 3 yaşında itir, 3 il bundan əvvəl itmiş, 3 il sonra tanınır. Deməli, 3 yaşından itəndə 3 il sonra tanınırsa, bu 6 yaşda olan faktdır, bunu qəbul edirik. John meymunlara aid vərdişlərdən qurtulsa da, bədəndəki tük örtüyü həmişəlik qaldı. Mətndə bu haqda məlumat yoxdur ki, tük qalır, qalmır deyə. Sağ tərəfə gəlirik. Deyir, Johnun bədənindəki yaralar meymun kimi ağacdan ağaca tullanması zamanı yaranmışdı. Baxın, bu cümlədə deyir ki, Johnun bədəninin müxtəlif nahiyələri cızılmış, göyərmiş yaralar və sıyırıntılara dolu idi. Bəli, bura qədər fakt, amma bunun nədən yaranması mətndə deyilməyib. Deməli, biz bunu ehtimal eləyə bilərik ki, bəli, meymun kimi ağacdan ağaca tullanması zamanı yaranmışdı. Bunu ehtimal kimi qəbul eləyə bilərik. John meşədə meymunlarla yaşamışdır. Bu faktdır da, meymunlar qoruyub onu. Cavab olacaq 1, 3, A variantı. Aşağıdakılardan hansı mətnin ümumi məzmununa uyğun deyil? A bəndi. Təbiətdə yaşamaq insan davranışını dəyişir. Buna uyğun ola bilər. Niyə? Çünki John meşədə meymunlarla yaşadığı üçün davranışları dəyişib. Yəni ünsiyyət qura bilmir insanlarla, heyvan kimi özünü aparır və s. və s. İnsanın insana sevgisi möcüzələr yarada bilir. Yenə uyğundur. Yəni qadın və ya Molly Paul'un köməyi ilə John yenidən normal həyata qayıdır. Bunu da uyğun eləyə bilərik. Cəmiyyət insana mənəvi dəyərlər qazandırır. Bax, bunu da qəbul eləyə bilərik. Çünki John cəmiyyətdə uyğunlaşaraq yeni davranışlar öyrənir və s. Təsadüflər insan həyatını dəyişdirə bilər. Yenə bunu da
uyğun qəbul edilir. Con təsadüf nəticəsində tapılır və vəhşi həyata son yetirir, həyatı dəyişir. Amma Y variantı meymunlar təbiətin ən zərərsiz heyvanlarıdır. Bunun mətndən əlaqəsi yoxdur. Yəni mətnin məzmunu ilə, mətndə belə bir fikir verilmir. Sadəcə Conu qoruyan meymunlardan danışılır, amma cəmiyyətin, təbiətin ən zərərsiz heyvanlarıdır anlamına buradan nə də gələ bilməli. Cavab olacaq Y variantı. Mətnə əsasən uyğunluğu müəyyən edin. Hadisələr verilir və onlara uyğun nəticələri tapmalıyıq. Con 3 yaşında nəzarətsiz qalmış, meşədə azaraq yolunu itirmişdir. C variantını bura qeyd edə bilərik. Molly və Paul Conu himayəyə götürürlər. Bunun nəticəsində də Con nə edir? Oxuyub yazmağı öyrənir, xor dəyləyinə qatılır və s. və s. Bunu deyə bilərik. Bunu yazırıq bura. Con uzun müddət vəhşi təbiətdə yaşayır. Görkəmi meymuna bənzəyir. Bədəndən tüklər çıxmağa başlayır və s. və s. Con xor dərnəyinə yazılır. Ondan sonra da müxtəlif ölkələrə qastrollara gedir. Bu da olur bu şəkildə. 1C, 2D, 3A, 4B cavab olur D variantı. Biri mətndə ifadə olunmuş fikirdir. Və mətndə nədən danışılır? Uşaq itir, sonra yenidən 3 il sonra tapılır və cəmiyyətə qazandırılır. Düzdür? B bəndinə fikir verin. İnsan cəmiyyətdən uzaq düşdükdən sonra yenidən normal həyata qayıda bilər. Bəli, tapıldıqdan sonra yenidən normal həyata qayıda bilər. Bunu cavab kimi götürür. Amma A bəndi hər bir valideyn uşaqların təhlükəsiz mühitdə saxlamağını nəzarət etməlidir. Mətndə belə bir fikir ifadə olunmuyub. Meymunlar digər heyvanlardan fərqli olaraq insanlara heç vaxt zərər vermirlər. Bu da ifadə olunmuyub. Sadəcə burada Conu taparaq baxıblar. Demir ki, hər zaman bu şəkildədir. Bütün meymunlardan danışılmır. Uşaq evləri valideyn himayəsindən məhrum uşaqların yaşayıb təhsil aldığı yerdir. Bu da ifadə olunmuyub. Afrikanın təbiəti orada yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilə bilir. Bu da ifadə olunmuyub. Mətndə ifadə olunmuş fikir B bəndəki fikirdir. Ona görə də cavab olur B. Mətndəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. 1. İnsanın digər insanlar yanında özünü yad hiss etməsi, təsadüfi bir mənzərənin keçmiş yaddaşı oyatması, dəstək nəticəsində səslərin yerinə cümlələri verməsi, xoşagəlməz hadisə nəticəsində insanın yad mühitə düşməsi. Bax, birinci olacaq 4. Niyə? Çünki uşaq 3 yaşında itir. Düzdür? Birinci biz bu nəticəni, yəni belə deyək ki, bu hadisəni əvvələ qoyuruq. İkinci gələcək Millinin Conu tanıması. Molly yox, Millinin. Təsadüfi bir mənzərənin keçmiş yaddaşı oyatması. Milli onu görür və xatırlayır ki, bu illər əvvəl itmiş uşaqdır. Bunu qoyuruq 2-yə. 4-dən sonra 2 gələcək. Sonra yəni Con tapılandan sonra insanlarla ünsiyyətdən qaçır, düzdürmü? Onlarla ünsiyyətə girmir. Bu da insanı digər insanlar yanında özünün yad hiss etməsi ilə ardıcılığı davam etdiririk. Ən sonda da dəstək nəticəsində səslərin yerinə cümlələri verməsi, bəli, Molly və Paulun himayəsi ilə Con danışmağı, oxumağı, yazmağı öyrənməsi. Buna qoyuruq bu. Ardıcılıq belə olur. 4, 2, 1, 3 cavab olur B. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin kontekstə uyğun mənasını müəyyən edin. Burada tutur sözüdür. Lakin bütün bunlara baxmayaraq, kəndlilər Conu tutur və onu kəndə gətirirlər. Kəndlilər Conu yaxalayırlar, yəni ələ keçirirlər mənasında. Cavab olacaq D variantı, ələ keçirmək və yaxalamaq. Üzərində rəqəm yazılmış ifadələrin həqiqi və məcaziliyinə görə mətndəkindən fərqli mənada işləndiyi cümlələri müəyyən edin. Əvvəlcə mətndəkiləri müəyyənləşdirək. Başını qaldırarkən ağaclı yarpaqların arasında, burada başını qaldırarkən həqiqi. Qadın əvvəlcə çox qorxur, diqqətlə baxdıqda isə yaddaşı oyanır. Oyanır burada məcazi. Orada azaraq yolu itirmişdi, məcazidir. 4-cü sözü də tapırıq. Sonradan xor dərnəyinə yazılır, həqiqi. İndi biz bunları mətndəki, yəni verilən cümlələrlə mətndəkinin fərqli mənada işləndiyini tapaq. İnsanın insana əl qaldırmağını ən böyük vəhşilik hesab edirəm. Burada qaldırmaq həqiqi, burada əl qaldırmaq məcazi. Bunu qəbul edirik.
Əsrlərlə əsarət altında qalmış xalq nəhayət oyanıb gücünü göstərdi. Mətndəki oyanmaq da məcazi olduğuna görə bu da məcazidir. İkini çıxırıq. İtirdiyimiz sənədlərə görə hər birimiz məsuliyyət daşıyırıq. Burada həqiqidir, mətndəki məcazi idi. Üçü də qəbul edirik. Sinifdəki qızların bir çoxu mənə baxaraq tikiş kursuna yazıldılar. Mətndə də həqqi, burada da həqiqi. İndi burada mətndəkindən fərqli olan cümlələr 1 ilə 3-dür. Cavab olur Y variantı. Mətndə çərçivə içərisində verilmiş ifadənin qarşılığını yazın. Çərçivə içərisində verilmiş qurtulmaqdır. Con tədricən heyvanlara məxsus davranış tərzindən tamamilə qurtulur. Tamamilə xilas olur. Yaza bilərik. Yazılır. Tamamilə xilas olur. Və yaxud da canını qurtarır yaza bilərik. Canını qurtarır. Və yaxud da heyvanlara məxsus davranışlardan tamamilə azad olur yaza bilərik. Azad olur. Və s. Buna uyğun nümunələr yazaraq sualı cavablandıra bilərsiniz. Mətnə əsasən Conun meşəyə düşməsinin onun həyatındakı mənfi nəticələrini yazan 2 dənə fikir yazaq. Görək, onun həyatına hansı mənfi nəticələrə səbəb olmuşdur. 1. İnsanlarla ünsiyyət itirmişdir. Bax, çünki onu tutanda kəndləri yaxında buraxmır. Düzdürmü? Qeyd edə bilərik ki, insanlarla ünsiyyəti itirmişdir. Ünsiyyəti itirmişdir. Bunu qeyd edə bilərik. Və yaxud da heyvani davranışlar qazanmışdır. Qeyd edə bilərik. Heyvani davranışlar qazanmışdır. Bunu qeyd edə bilərik. Qeyd edə bilərik ki, təhsil və nitq bacarığı geridə qalmışdır. Təhsil və nitq bacarıqları geridə qalmışdır. Bunu qeyd edə bilərik. İnsanlara qarşı qorxu və inamsızlıq hiss etmişdir. Bunu qeyd edə bilərik. Cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir. Bunu qeyd edə bilərik və s. Yəni, bunlara uyğun nümunələr yazaraq sualı cavablandıra bilərsiniz. Mətnlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. 1. Havanın çirklənməsindən gənclərin çoxu əziyyət çəkirdi. Bəli, mətndə deyilir ki, Fransanın paytaxtı Parisdə o illər ciddi hava çirkinliyi yaşanırdı və gənclərin çoxu ağciyər xəstəliklə mübarizə aparırdı. Bu hissədə o verilib. Deməli, bu mətndə var. Lainnek stetoskopdan başqa da bir çox tibbi kəşflər etmişdir. Mətndə belə bir məlumat yoxdur. Gəlirik bu tərəfə, mətndə olmayanı tapırıq. Lainnek icad etdiyi stetoskopun müasir texnoloji vasitələri dəfələrlə təkmilləşdirmişdir. Mətndə baxdı məlumat var. Ümumiyyətlə, stetoskopun təkmilləşməsi ilə bağlı, demək ki, yəni texnoloji vasitələrlə təkmilləşməsinə bağlı bir məlumat yoxdur. Lainnekin kəşfi adi bir təsadüf nəticəsində baş vermişdir. Bəli, bu mətndə öz əksini tapıb. Biz soldan biri, sağdan da 3'ü götürürük. Cavabımız olur 1-3 A variantı. Mətnə görə müəyyən etmək olur. Baxaq görək, məsələn, A bəndi Lainnekin stetoskop üçün patent aldığını müəyyən etmək olmur. Parisdə insanların dincələ biləcəyi parkların olduğunu müəyyən etmək olmur. Alimlərin bir-birinin elmi əməkdaşlıq etdiyini müəyyən etmək olmur. Müalicə zamanı kimyəvi vasitələrdən istifadə edildiyini. Baxın bu cümləyə. Mikroskopun kəşfi və xəstəliklərin müalicəsi üçün yalnız təbiətdən deyil, kimyəvi materiallardan istifadə etməklə lazım olan dərmanların istehsalı mühüm addım oldu. İnsanın ömrü uzandı. Bax, buradan biz bir nəticəyə gələ bilərik ki, müalicə zamanı kimyəvi vasitələrdən istifadə edildiyini, yəni dərmanlardan istifadə olunur. Bunu müəyyən edə bilərik. Stetoskopun kəşfinin ölüm anlarının sayına təsir etməsini bunu müəyyən etmirik. Burada sadəcə deyir ki, dərmanların istehsalı və mikroskopun kəşfi bunu uzatdı. Stetoskopu demir. Cavab olur 48-də D variantı. Mətnin məzmunu ilə səsləşən fikirləri müəyyən edin. 1. Tibb aləmində dəyişikliklər hər zaman müasir texnoloji vasitələrlə əldə edilib. Xeyr.
Mətndə görünür ki, təsadüf nəticəsində də ola bilir. Sadə təsadüf nəticəsində. Sadə ideyalar böyük dəyişikliklərin başlanğıcı ola bilər. Uşaqların oyunu stetoskopun kəşfinə səbəb ola bilir. Böyük kəşflər bəzən təsadüfi müşahidələrdən doğur. Bəli, mətndə də Leannekin təsadüfən qarşılaşdığı mənzərə bunu vurğulayır. Uğur gedilən yoldur, çatdığın məkan deyil. Onun da mətnin məzmunun əlaqəsi yoxdur. Cavab olur 2-3 C variantı. Halbuki 14-cü əsrdə yaşayan bir xəstəyə düzgün diaqnozun qoyulması düşünüldüyü qədər asan deyildi. Cümləsi ilə mətnin rəqəm yazılmış hansı hissəsini genişləndirmək olur? Rəqəm yazılmış hissələrə bax, fikir verin. 1, 2, 3, 4, 5. Və burada düzgün diaqnoz qoyulmaqdan danışır. 2-dən əvvəlki cümləyə fikir verin. Bütün bu səylərin nəticə verməsi həkimlərin xəstəyə doğru diaqnoz qoymasına bağlı idi. Halbuki 14-cü əsrdə yaşayan bir xəstəyə düzgün diaqnozun qoyulması düşündüyün qədər asan deyil. Bax, bu cümləni bura qeyd edə bilərik. Sualın cavabı olur Y variantı. Mətnə əsasən düzgün əlaqəni müəyyən edin. Səbəb-nəticə əlaqəsi verilib. Kimyəvi yolla dərmanlar hazırlanmağa başlandı. Bax, bu cümlədə idi o. Mikroskopun kəşfi və xəstələrin müalicəsi üçün yalnız təbiətdən deyil, kimyəvi materiallardan istifadə etməklə lazım olan dərmanların istehsalı mühüm addım oldu. İnsanların ömrü uzandı. Deməli, kimyəvi yolla dərmanlar hazırlanmağa başlandı. Nəticədə insanların ömrü uzanır. Cavab olur B variantı. Mətnə görə xəstəliyin müalicə oluna bilməsi üçün ən mühüm amil nə idi? Bax, ikinci abzasının son cümləsinə fikir verin. Bütün bu sayıların nəticə verməsi həkimlərin xəstəyə doğru diaqnoz qoymasına bağlı idi. Yəni, xəstəliyin müalicə oluna bilməsi üçün ən mühüm addım hansıdır? Düzgün diaqnoz qoymaq. Ona görə də cavab olur D. Mətnə görə tibbi araşdırmaların uzun illər inkişafı etməməsinin əsas səbəbi nə olmuşdur? Bu sualın cavabı ilk abzasdadır. Fikir verin. Deyir, Yunan və Misir kimi antik sivilizasiyalardan bu yana tibb alimlərinin xəstəliklərlə bağlı bütün araşdırmaları səbəb-nəticə əlaqəsini tapmaq üçün düzgün diaqnoz əsaslanır. Amma həm sosial, həm də dini təzyiqlərə görə tibb araşdırmaları uzun illər axsadı. Bax, cavabımız bu olacaq. Ona görə də C bəndində əksini tapıb bu fikir. Sosial və dini qadağalar alimlərin tibbi araşdırmalar aparmasına maneə yaradırdı. Sualın cavabı olur C variantı. Mətnə görə tibbi araşdırmanın uzun illər inkişaf etməməsinin əsas səbəbi sosial və dini qadağalar olmuşdu. Mətnin tərkib hissələri ilə bağlı yanlış fikri müəyyən edin. A. Giriş hissədə tibbi araşdırmanın inkişafına mane olan sosial və dini amillərdən bəhs olunur. Bəli. Bu doğru. Əsas hissədə René Laennec'in Louvre sarayına həyətinə gəzərkən qarşılaşdığı mənzərə təsvir olunur. Bəli. Bu da mətndə öz əksini tapır. Doğru. Mətndə tibbi diaqnozun inkişafı xronoloji ardıcıllıqla izlənilir. Bəli, doğru. Mətnin əsas hissəsində elmi tərəqqinin insan ömrünün uzanmasından təsiri qeyd olunur mikroskopla bağlı. Doğru. Nəticə hissədə stetoskopun müasir elektron variantlarının üstünlükləri və rəqəmsal tibbdəki rolu vurğulanır. Ümumiyyətlə, mətndə bu haqda məlumat yoxdur. Yəni, rəqəmsal texnologiyanın tibbdəki rolu ilə bağlı, stetoskopun inkişafı və s. Bununla bağlı mətndə belə bir fikir yoxdur. Cavab olur Y variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadəni həqqi və məcazinə görə mətndəkindən fərqli mənada cümlədə işlədin. Buradakı axsadı, məsələn, araşdırmalar uzun illər axsadı fikri məcazi mənadadır mətndə. Biz bunu həqqi mənada işlədə bilərik ki, məsələn, qoca kişi axsayırdı. Qoca kişi axsayırdı. Yəni, bu nümunənin həqqi mənada işlədiyini göstərən istənilən cümlə yaza bilərsiniz. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Bax, nöqtələr buradadır. Əvvəlki cümləni oxuyaq. Laennec daha sonra bir tibbi jurnalı üçün yazdığı məqalədə izah etdiyi kimi, uşaq oyunlarında istifadə edilən üsulla problemi həll edir. Problemi həll edir.